də var. Amma bu yaxında bir nümunəmiz də çıxdı. Bəzi, bax belə bir var ki, təbii belə olasan, bir də var ki, istəyirsən ki, özün fərqlənəsən, nəsə süni bir şey edirsən. Mən düşünürəm ki, indi göstərəcəyim nümunə uğurlu nümunə deyil. Bəlkə də səhv edirəm, inciməsin məndən həmin xanım. Gəl o nümunəni də izləyək. Sosial şəbəkələrə qoşulandan sonra Facebookda onun haqqında danışmayan adam qalmadı. Bəli, biz dünyanın ən zil səsinə malik olan müğənni Maral Tahir qızının yaşadığı binanın qarşısındayıq. İndi sizinlə birgə onun evinə qonaq gedirik. Bir il əvvəl demək olar ki, sizi heç kəs tanımırdı. Gəlin düzün danışaq. Nə baş verdi ki, birdən-birə bütün Facebook Maral Tahir qızından danışdı? Bilirsiniz, mən internet şəbəkəsinə daxil oldum, yəni o Facebook səhifəsi açdım, bir dənə sadə bir səhifə açdım. Yəni mənim sənətim var, mən sənətimə görə yəni musiqilərimi yerləşdirməliyəm. Sizə şərh yazanların, mənfi şərh yazanları da like eləyirsiniz, yəni bəyənirsiniz. Bu bilmədən baş verir, yoxsa bilə-bilə onları da bəyənirsiniz, onlara acıq verirsiniz? Yox. Etiraf edək ki, sizin məşhurlaşmağınızda səsinizlə bərabər fotosessiyalarınızın və geyimlərin böyük rolu oldu. Hər kəs ondan danışdı. Mənim hələm geyimlərim çoxdur, paltarlarım çoxdur. Mən onların hamısını geyinib efirə çıxanmamışam, hamısını geyinib şəkil çəkdirə bilməmişəm. Göstərə bilərsinizmi bizə? Burada 100 daşı keçibdi. Mənim bu qoftamla görə balkondan çəkdirdim, yəni layıqlar gəlibdi. Layıqlar, bəli, bəyənmələr yəni. Bəli, bəli. Maral Tahir qızının evində bir toyun paltarı var. El dilində desək. Maral xanım, eşitmişəm ki, hansısa xalq artisti sizə qadağa qoyub ki, bir daha efirlərdə mənim adımı hallandırma. Olub belə bir şey? Hə, adı nədir? Adil Bağırov. Mən Adil Bağırovun yəni ansamblında 36 mahnı oxumuşam. Sübut eləyin ki, o Facebookda yazmırsınız, dünyanın ən zil səsinə malik olan bir müğənniyəm. Sübut eləyin, bizə bir dənə ən zil səsdən gözəl bir ifa. Deyirlər ki, nəsə çox zildən oxuyursan, yəni qışqırıq kimi qəbul edirlər. Amma imkan vermirlər ki. Anlayışları yoxdur bəzilərinin ki, başa düşmürlər ki, bu 7-ci oktavadır, zil səsdir. Buyurun bizə bir dənə 7-ci oktavadan gözəl bir ifa səsləndirin. Aman, 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 ay aman, aman, ne? Bax, belə nümunələr var, 7-ci oktavadan oxuyur. Mən belə bunu qeyri-adi insan çəkmişik. Onlar da fərqlidirlər, amma Allahın yaratdığı insanlardır da. Görək, necə görünürlər onlar? Hazırda Beyləqan rayonu 1-ci Aşıqlı kəndinə gəlib çatmışıq. Bax, gördüyünüz bu kənddə, bu evdə 2 metr 20 santı boyu olan Aqil Sadıqzadə yaşayır. Aqil, necədir vəziyyət? Sağ olun, həmişə siz gələsiniz. Biz sənə zəng gələndə sən dedin ki, sənin bir yaxın dostun var, o da Beyləqanda qalır, 1 metr 20 santı belə boyu var. Nuşəravan. Bəli, bəli. Sizdədir deyəsən. Bəli. Bu da Aqilin yaxın dostu, 1 metr 20 santı boyu olan Nuşrəvandır. Necəsən qardaş? Xoş gəlmisiniz, xoş gəlmisiniz. Necəsən? Çox sağ ol, minnətdaram. Necədir vəziyyət? Deyək sən arada sırada gəlib gedirsən dostunun yanına. Hə, tez-tez görüşürük. Hətta hörmətli tamaşaçılarımız Mədəniyyət evində bir yerdə çalışırlar. Bir yanbayan yanın görə bir yanbayan istəmsi çəksin. Və Məzahir dayı, bax, mən istəyirəm ki, sizə qayıdım. Sakin müşahidə, elə olmalıdır. Yazıb turlara heç nə. O elə olmalıdır. Bax, indi mən görürüm, siz təbiəti yaxın adamlarsınız da, belə hiss edirəm. İndi siz ruhən yaxınsınız. Amma sizin yanınızda oturan insandan xəbəriniz yoxdur ki, o adam təbiətlə necə həmahəng yaşayır. Yalnız ruhən yox, həm də cismən. Mən istəyirəm bir dənə sizin sujetinizə baxaq. Qoy insanlar da, bizim tamaşaçılarımız və qonaqlarımız da görsünlər ki, mən kimi və niyə nəzərdə tutmuşam. Deyir ki, dərdimi dağa desəm, dağ əriyər. Mən də gəldim, dağ yoxdur, bağa. Getdim dənizə, atım özümü dənizə. Kubik bağladım belimə, özümü attım dənizə ki, canım qutarsın.
oldum moş. Ondan sonra başladım həmişə dənizə getməyə. Onunla bərabər bir 66 yaşım var. Həmin idmandan əl çəkə bilmirəm. Dənizdən əl çəkə bilmirəm. Beləcə yaşayıram. Günləri keçirdirəm. Sağlam. Bu 24 kiloyla gəlirəm bura. Bu 24 kiloyla qayıdıram. Biz hal-hazırda Şıx çimərliyindəyik. Yanımızda Rafael dayıdır. 66 yaşının olmasına baxmayaraq saatlarla bu soyuq havada dənizdə üzdüyünü qeyd edilir. Həkimlərimiz də yanımızdadır. Həkim, indi vəziyyət necədir? Hal-hazırda təzyiqə yüksəkdir. Arterial təzyiq yüksəkdir. 180-in 100-ədir. Bu demək olar ki, normaldan yüksəkdir. Rafael dayı, necədir vəziyyət? Yaxşı ki, dalğa adamı qoymur üstünə. Üşümürsən indi bu vəziyyətdə? Yox, düzdür, yaxşıdır. Həkim, vəziyyəti nə yerdədir? Vəziyyəti ilk dəfə ölçdüyümüz kimi həminki yerdə də qalır. Yəni, heç bir dəyişiklik yoxdur. Həyati vacibi orqanların heç bir problemi yoxdur. Rafael müəllim, burada qış ayıdır, dekabr ayıdır. Siz dekabrda çəkiblər burada. İndi neçə yaşınız var? Bir yaş üstünə gəlib də. 67 yaşı. Səhər-səhər durmuşam yuxudan. 40 dəqiqə namaz qılmışam. Yəni yox hərəkətləri ilə. Və qarnım yapışıb belimə. Mən bilirəm ki, siz uşaq Bir də vaxtında xəstə olmuşsunuz. ayağım. Mən uşaqdan 5 yaşından xəstəyəm. Qızılcadan. Ömrü boyu lal olmuşam.